1980-ci illərdən qış xəstəliyinin epidemiya forması almasından sonra dünya boyu 25 milyon insan bu səbəbdən dünyasını dəyişib. İnkişaf etməkdə olan ölkələrdə vəziyyət daha ciddidir. Xəstəliyə yoluxanların 90%-i az və ya orta gəlirli insanlardır. Mazambikli bu xəstə ölməkdən və ondan sonra uşaqlarının vəziyyətinin necə olacağından qorxduğunu deyir. Son illər xəstəliklə mübarizədə inkişaflar qeydə alınıb. Lazımi dərmanların əldə edilməsi ilə son 10 il ərzində xəstələrin sayı azalmaqdadır. Allergiya və infeksiyon xəstəlikləri institutunun direktoru Dr. Anthony Fauci'nin dediyinə görə bir neçə il əvvəl 10 minlərlə insanın müalicəsi mümkün edirsə, indi inkişaf etməkdə olan ölkələrdən 4 milyon insan müalicə altındadır. Dr. Fauci deyir ki, xəstəliklə mübarizə səylərində nailiyyətlərə baxmayaraq, alimlər xəstəliyin yayılmasının qarşısının alınması səylərini davam etdirir. Bu səylər sırasında bir nömrəli prioritet QİÇS vaksinlərdir. Taylandda bu il 16 min könüllü ən böyük vaksinasiya səylərində iştirak edib. Alimlər vaksinlərin yardımı ilə HIV virusunun yayılmasının qarşısının alınmasında böyük inkişaflara nail olunduğunu deyirlər.